İlluminatlar. Onlar dünyanı idarə edən gizli bir təşkilat, insanların beyinlərini yüyən bir qrup, yoxsa sadəcə bir çox konspirasiya teoriyalarının yarada biləcəyi bir mifdir. Bugün İlluminatlar haqqında bildiklərimizi və bilmədiklərimizi araşdıracağıq. Bu sirli təşkilatın ətrafında dövr edən sualları cavablandıracaq, onların tarixə olan təsirini və bugünə qədər hələ də insanları narahat edən mövzuları incələyəcəyik. Əgər bu cür maraqlı və gizli məlumatlarla tanış olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. İlluminatların əsl mənşəyi və tarixi. İlluminatlar haqqında danışarkən çox vaxt sirli və gizli bir təşkilat yaddaşlarda canlanır. Ancaq bu adın ilk dəfə tarixə daxil olduğu yer 1776-cı ildə Almaniyada yaradılan Bavariya İlluminatlarıdır. Bu qrupun qurucusu hüquq professoru olan adam Weishaupt idi. Weishaupt, cəmiyyətin dini və siyasi təsirlərdən azad olmasının, elmin və məntiqli düşüncənin inkişafına yol açacağına inanırdı. Bu ideyalar onu daha azad və tərəqqipərvər bir cəmiyyət qurmaq üçün özünü mübarizəyə həsr etməyə yönəldirdi. Bavariya İlluminatları gizli şəkildə fəaliyyət göstərirdi və üzvləri arasında alimlər, yazıçılar, dövlət adamları və digər mühüm şəxslər yer alırdı. Onların əsas məqsədi monarxiyanın gücünü məhdudlaşdırmaq və insan hüquqlarını ön plana çıxarmaq idi. Bu məqsədlə cəmiyyətin dini və siyasi təsirlərdən azad olmasını müdafiə edirdilər. Lakin 1785-ci ildə Almaniya hökuməti onları təhlükəli hesab edərək təşkilatın fəaliyyətini qadağan etdi. Bəzi nəzəriyyələrə görə Bavariya İlluminatları təşkilatı rəsmi qadağaya baxmayaraq yeraltı şəkildə fəaliyyətini davam etdirib. Bəzi iddialara görə isə bu gizli cəmiyyət zamanla dünyadakı güclü qurumların və dövlətlərin arxasında dayandığı üçün hələ də müəyyən təsirlərə malikdir. Bu isə İlluminatlar haqqında müxtəlif konspirasiya nəzəriyyələrinin yaranmasına səbəb olub. İlluminatların gizli gücü hara qədərdir? Əgər İlluminatlar hələ də mövcuddursa, onların təsir sahəsi nə qədər genişdir və hansı sahələrdə güclüdürlər? Konspirasiya nəzəriyyələrinə görə İlluminatlar gizli şəkildə bir çox sahəni idarə edir. Bu nəzəriyyələr onların dünya siyasətindən tutmuş iqtisadiyyat, media və əyləncə dünyasına qədər hər sahədə güclü bir təsirə malik olduqlarını iddia edir. Məşhur iddialardan bəziləri isə bunlardır. Birincisi dünya siyasətinə nəzarətdir. Bəzi nəzəriyyələrə görə İlluminatlar gizli şəkildə prezidentləri və baş nazirləri seçir, beynəlxalq böhranları idarə edir və dünyanın siyasi kursunu formalaşdırırlar. İkincisi beynəlxalq bank sisteminin idarəsidir. İlluminatların böyük banklarla əlaqəli olduğu və dünya iqtisadiyyatını idarə edərək maliyyə bazarlarında böyük təsir yaratdığı da geniş yayılmış iddialardandır. Üçüncüsü media və əyləncə sənayesidir. Məşhur müğənnilər, aktyorlar və rejissorlar İlluminati üzvü olmaqda günahlandırılır. Bu nəzəriyyələrə görə simvollar və gizli mesajlar vasitəsilə onlar insanların düşüncələrini və davranışlarını manipulyasiya edirlər. Dördüncüsü yeni dünya düzənidir. İlluminatların tək bir dünya hökumətinin hakim olduğu qlobal bir sistem qurmağa çalışdığına dair nəzəriyyələr də mövcuddur. Bu sistemin məqsədi dünya üzərində tam nəzarət və güc əldə etməkdir. Bu nəzəriyyələr hələ də dünyada geniş şəkildə müzakirə olunur, amma heç bir konkret sübut yoxdur. Hər halda bu gizli təşkilatla bağlı fikirlər çox fərqlidir və maraqlı suallar doğurur. İlluminatlar haqqında populyar miflər və konspirasiya nəzəriyyələri. Gəlin birlikdə bu maraqlı və sirli iddialardan bəzilərinə yaxından nəzər salaq. Bir çox konspirasiya nəzəriyyələri iddia edir ki, bu təşkilat bütün siyasi qərarları idarə edir, prezidentləri seçir, iqtisadi böhranlar yaradır və hətta müharibələrə səbəb olur. Məşhurların İlluminati üzvü olması barədə iddialar. Beyoncé, Jay-Z, Rihanna, Lady Gaga və digər məşhurların İlluminatinin üzvü olduğu barədə iddialar yayılıb. Bu iddialara görə bu ulduzlar simvollar və gizli mesajlar vasitəsilə təşkilata aid olduqlarını bildirirlər. Lakin bu iddiaların böyük əksəriyyəti əsasən sosial mediada yayılan şayələrdən ibarətdir və heç bir konkret sübut yoxdur. $1 əskinas və üzərindəki simvollar. Amerika Birləşmiş Ştatlarının $1 əskinasında piramida və tək göz simvolu əks olunmuşdur. Bəziləri bunu İlluminatinin gücünün sübutu kimi görür. Amma bu simvolların əsl mənası fərqlidir və Amerika Birləşmiş Ştatlarının məsnəvi ordeni ilə əlaqəlidir.
Təşkilatın ritualları və qurban vermə mərasimi. Bəzi nəzəriyyələrə görə İlluminatlar qurban vermə ritualı həyata keçirir və gizli toplantılar təşkil edirlər. Bu iddialarında heç bir real sübutu yoxdur. İlluminatlar haqqında həqiqət və fantaziyalar. İlluminatlar ilə bağlı söylənənlər çox geniş və rəngarəngdir, lakin onların bugün dünya siyasətini və iqtisadiyyatını idarə etdiyinə dair konkret elmi və tarixi sübutlar yoxdur. Buna baxmayaraq, tarix boyu gizli cəmiyyətlərin mövcudluğu danılmazdır. Belə ki, masonlar, tamplerlər və digər sirli qruplar müxtəlif dövrlərdə öz təsirlərini göstərmişlər. Bəlkə də bugün də oxşar qurumlar səssiz şəkildə fəaliyyət göstərir. İnsanların bu cür gizli və müəmmalı təşkilatlara olan marağı isə heç vaxt azalmır və bu səbəbdən konspirasiya nəzəriyyələri sirlərlə dolu dünyaya bir pəncərə açır və daim diqqət mərkəzində qalmağı bacarır. Gəlinən son nəticə isə belədir. İlluminatlar doğrudan da mövcuddurmu? Bu sualın cavabı fikrimcə bəli, onlar mövcud ola bilər. Amma ehtimal ki, bizim təsəvvür etdiyimiz filmlərdə və nəzəriyyələrdə gördüyümüz formada deyil. Bəlkə də onlar artıq fərqli ad altında daha fərqli üsullarla fəaliyyət göstərirlər və biz bunun fərqində belə deyilik. Sirr və qeyri-müəyyənlik isə bu mövzunu daha da maraqlı və mübahisəli edir. Tarixdə həqiqətən mövcud olmuş və sonradan qadağan edilmiş bir qrup zamanla sirli bir aura ilə əhatələnib və konspirasiya nəzəriyyələrinin mərkəzinə çevrilib. Bəziləri onların bugün də fəaliyyət göstərdiyinə inanır, digərləri isə bütün bu deyilənləri sadəcə mif və fantaziya kimi qəbul edir. Bəs siz necə düşünürsünüz, İlluminatlar həqiqətən mövcuddurmu, yoxsa bütün bunlar sadəcə bir uydurmadır? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi unutmayın və əgər hələ də abunə olmamısınızsa, kanalıma abunə olun. Növbəti videolarda görüşənədək hələlik.